ki, birinci suala baxırıq. Biri hansı cümlədə əvəzi kimi işlənmişdir? A variantında 6 qızın biri pəri, ikisi pəri, üçü pəri deyə bilirsinizsə bu saydır. Qalıb məndə gülüşlər. Deməli, buradakı saydır. Qoşa simin titrəməsi biri sənsən, biri mən. Yəni, burada da biri saydır. Açdı baba müəllim pəncərəni bir anda, gördü biri yıxılıb qapının kəndarında. Yadınızda qalsın ki, əgər biri sözünü siz kimsə əvəzi ilə əvəz edə bilirsinizsə, deməli, burada hesab edəcək onu qeyri-müəyyən əvəzi. Gördü kimsə qapının kəndarında yıxılıb. Deməli, C variantında olacaq əvəzi. 2 nər cüssəli bala böyütdü, biri çatan kimi 17-sinə, səs verdi vətənin çağırış səsinə. Biri onlardan biri, onlardan ikisi. Yəni, burada da saydı. Çoxu da qeyri-müəyyən miqdar saydı. Deməli, variantımız olacaq C variantı. 2-yə baxırıq. İşarə əvəzliyinin ismə əvəz etdiyi cümlə. Deməli, işarə əvəzliklərindən o amonimdir, bilirsiniz. Həm şəxs əvəzliyi kimi işlənir, həm də işarə əvəzliyi kimi işlənir. Necə, nə cür, hansı sualına cavab verirsə işarədir. Kim nə sualına cavab verirsə nə olacaq? Şəxs əvəzliyidir. Amma işarə əvəzliyinin içərisində ismi əvəz edənlər ya bu olacaq, ya elə olacaq, ya belə olacaq. Bilirsiniz ki, həmin, həmən, haman əvəzlikləri yalnız sifət əvəz edəcək. O işarə əvəzliyi sifət əvəz edir. İndi burada deyir ki, o sualları özü də bilmirdi. Hansı sualları? Hansı sualları deyirsənsə, deməli burada sifət əvəz edib. Bu bəlanı başınıza belələri açmışdı. Belə əvəzlikdir, belə insanlar deməkdir. Belə əvəzlikdir, üzərində lar cəm və i mənsubiyyət şəkilçisi əlavə etməklə başa düşürük ki, burada yaratmışıq nəyi? İşarə əvəzi ismi əvəz etməsini. Yəni, burada ismi əvəz edib. Variantımız B-dir. Sən də həmin o binada dayanmışdın. Sən şəxs əvəzliyidir, işarə istəyir bizdən. O bina hansı bina? Burada sifət əvəz edib. O artıq bizdən xeyli uzaqlaşıb. Kim o? Burada şəxs əvəzliyidir. Y variantında sən də elə danışmırdın əvvəllər. Elədən sonra fe'l gəlirsə, elə işarə əvəzi nəyə əvəz edəcək? Zərfi. Deməli, burada variantımız olacaq B variantı. 3-ə baxırıq. Hansı cümlədə qeyri-müəyyən əvəzlik, mənsubiyyət və hal şəkilçisi qəbul etmişdir? Hamını bu məclisə çağırmışdılar. Hamı qeyri-müəyyən əvəzlikdir. N bitişdirici samitdir, I isə təsirli haldır. Deməli, burada mənsubiyyət yoxdur. Bəzisi işin necə nəticələnəcəyindən xəbərsiz idi. Onların bəzisi qeyri-müəyyənlik üzərində yalnız nə var? Mənsubiyyət var, hal yoxdur bu dəfə. Hansını gözləyirsən? Hansı olacaq sənin hansı əvəzliyin? Sual əvəzliyin. Burada da ki, hansını gözləyirsən? Yəni, sual əvəzliyi ümumiyyətlə çıxırsan buna. Şərtdə bizə qeyri-müəyyən istəyir. Hərəniz bir fikrə qulluq edirsiniz. Hərəniz qeyri-müəyyəndir, amma üzərində ancaq mənsubiyyət var, götürmürsünüz. Birini bizə verdikdən sonra yerdə qalanların hamısını özünə götürdü. Siz bilirsiniz ki, hamı qeyri-müəyyən əvəzlikdir. S burada mənsubiyyət şəkilçisidir. N isə təsirli halın şəkilçisidir. Nəticə də Y variantında qeyri-müəyyən əvəzlik həm mənsubiyyət, həm də hal qəbul edib. 4-ə baxırıq. Yalnız 3-cü şəxsin mənsubiyyət şəkilçisini qəbul edən əvəzliklər hansılardır? Sən bilirsən ki, mənim heç kimim, sənin heç kimin yoxdur, onun heç kimi yoxdur. Qəbul eləyir hamısını. Mənim özüm, sənin özün, onun özü. Bizim özümüzü yazmışıq, sizin özünüzü yazmışsınız. Hərəsindən birini çıxırıq. Sonra şəxs əvəzlikləri bilirsiniz də, yəqin ki, ümumiyyətlə mənsubiyyət qəbul etmirlər. Y variantında mənim hər şeyim var, sənin hər şeyin var, onun hər şeyi var. Başa düşürəm ki, yalnız 3-cü şəxsi götürmür. Amma D variantında elə və belə əvəzlikləri yalnız 3-cü şəxsin götürür. Eləsi, beləsi, yaxud elələri, belələri. Ona görə variantımız olacaq D variantı. 5-ə baxın.
Hansı nümunədə əvəzin 3 məna növü işlənmişdir? Yəni 3 məna növü deyirsə, birindən 2 dənə olanda götürmürsüz. Bu ağıl məndə, o ağıl səndə. Bu nə əvəzi idi? İşarə. Mən nə əvəzi idi? Şəxs. O ağıl səndə, o nə əvəzi idi? İşarə. Sən şəxs. Deməli, burada sən başa düşürsən ki, neçə məna növü işlənir? 2. Bəli. İki məna növü işlənir. Məndən sənə öyüd, dənini özün üyüd. Deməli, burada mən şəxsi, sən şəxsi, özün təyinidir. Deməli, burada neçə dənədir? 2 dənə. Kimə yaxşılıq elədin? Sual əvəzi idi. Özünü ondan qoru. Öz təyin əvəzi idi. O nə əvəzi idi bəs? Şəxs. Burada 3 dənədir. Deməli, variantın C-dir. Can sənindir, minnətin niyə mənim? Sən şəxs, niyə sual? Mən şəxs, 2 növü var. Kim güclüdür? Qələbə onundur. Kim sual? Qələbə onundurdakı onun nə olacaq? Şəxs. Deməli, burada da 2 növü var. Götürəcək C variantı. 6-ya baxın. Bir saydır. Demişdik ki, birin say olması necə bilirik? Onu 2 ilə, 3 ilə, başqa sayla əvəz edirik. Bir deyən olmadı ki, axı bu meşələr bizimdir. Burada bir ədatdır. Bir sən bunun danışığına bax. Burada yenə ədatdır. Bu ərazilər bir zamanlar Səfəvi imperiyasının tərkibində olub. Yenə burada da say deyil. Bir kim olduğunu xəbər alsana. Burada da yenə ədatdır. Onun üçün gətirdiyi bir qucaq gül ən böyük hədiyədir. Deməli, siz bilirsiniz ki, müəyyən miqdar sayı ilə isim arasında da numerativ söz işlənib. Deməli, onun üçün gətirdiyi deyə bilərsən 2 qucaq gül, 3 qucaq gül deyə bilirsən. Deməli, bu olacaq Y variantı say. 7-yə baxırıq. Hansı bənddə say işlənməmişdir? İpək pambıq onun çoxdur, çox saydı. Sevincin azını, qəmin çoxunu işlənib. Ayırsa da onu zaman bir yaranmış Azərbaycan. Yəni say deyil də, ədatdır. Tarixi yaşadıb ürəyimizdə. Bir yumruğa döndük, bir yumruğa döndük, 2 yumruğa döndük deyə bilirsənsə, deməli bu olacaq say. Torpağın qalxanına qılınc vurma, bu qədər, qalx səndən bir qarın çörək. Burada da bir saydır. Deməli, götürəcəyik C variantı. Biri düzəltmə say deyilsə, həmişə mürəkkəb sayların içərisində leksik şəkilçi olan variantının abituriyenti birini alladırlar. Sən baxırsan ki, 11-ci quruluşca nədir? Mürəkkəb. Amma yüzlərlə düzəltmə, azacıq düzəltmə, çoxlu düzəltmə, axırıncı düzəltmədir. Deməli, nəticədə variantın 8-də olur A variantı. 9-a baxırıq. Qeyri-müəyyən miqdar sayının, ümumiyyətlə siz bilirsiniz ki, hansı qeyri-müəyyən miqdar sayı ilə isim arasında numerativ söz işlənə bilər? Təqribilər, bir də bir neçə. Bəli. Deməli, biz aşağıda variantda ya təqribi təxmini say axtarmalıyıq, ya da bir neçə axtarmalıyıq. İndi baxırıq buradan, diqqətli oluruq. Məhsulu toplamaq üçün bizə az qədər vaxt olması. Yəni, burada işləmir numerativ. Amma burada deyirik ki, 5-6 nəfər tələbə, deməli, B variantına işlənəcək. Məktubu göndərmək üçün xeyli ilə işlənmir. 20-nin əvəzinə 2-10. Başa düşürsən, müəyyəndir. Bir çoxda da işlənmədi. Deməli, ayrı yazılan qeyri-müəyyənlərdən yalnız bir neçə ilə işlənir numerativ. Bir də defislə yazılanlardansa təqribi saylar işlənir. Deməli, götürəcəyik B variantı. Ona baxın. Hansı nümunədə say işləməmişdir? Mən səndən adicə həyat istədim, sən məni çıxardın min səhər. Min səhər. Minlərlə kitab, çox kitab, neçə səslər yetirib bu yerlərin havası. Neçə burada sən bilirsən ki, nədir neçə? Sual əvəzlidir, yəni say deyil. Saysız hesabsız işıqlar. Saysız hesabsızı yadımıza saxlayırıq ki, qeyri-müəyyən miqdar sayır. Yəni, bu da saydır. Variantımız olacaq D variantı. 11-ci testə baxırıq. Fərqləndirilmiş söz isim və sifət kimi düşünülə bilməz. Diqqətli oluruq.
Ya fikirləşirik ki, şah oldu kim adil? Ya fikirləşirik ki, oldu nə olub şah? Necə şah olub? Adil şah. Ya fikirləşirsən ki, Vahid kitabdan dərs keçirdi. Kim Vahid? Bir də var ki, necə kitabdan dərs keçirmiş? Vahid kitabdan, yəni bir kitabdan. Əli yaman ağrıyırdı. İstəsən denən ki, onun əli yaman ağrıyırdı deyəndə də isimdir. İnsan anlamında əli yaman ağrıyırdı deyəndə də isimdir. Variantımız C idi. Çünki iki müxtəlif nitq hissəsi kimi düşünmədin. Yeganə, biri var abituriyent anlamında deyirsən, biri var yeganə kitabını, bir kitabını. Qorxmaz igidlərdən yenə söz açdı. Qorxmaz insan adı kimi deyirsən, bir də var qorxmaz igid anlamında. Necə igid? Deməli, düşünə bilmədiyi iki cür C variantı. Baxırıq 12-yə. Sifətdən düzəlmiş isim istəyirsə, bizdə mütləq yadımıza saxlayırıq ki, bir addım əvvələ baxırsınız. Yəni, son şəkilçidən bir addım əvvələ baxırsınız. Unutqanlıq nədir iksəsi olaraq? İsim. Amma unutqan, necə unutqan sifət? Deməli, bir, unutqanlıq ismi, unutqan sifətindən yaranıb. Əyrilik nə əyrilik? Amma əyri sifətindən yaranıb. Dost isimdir, casına bu zəhvdir ümumiyyətlə. İnadkar özü nədir? Özü sifətdir. Sifət isimdən yaranıb, şərtin tərsidir. Baməzə də ki, məzə ismindən yaranıb. Deməli, başa düşdün ki, götürəcəksən variant olaraq 1, 2. Dördüncüyə biraz diqqətli oluruq, çünki dördüncü isimdən düzələn sifətdir. Şərtin tərsidir. 13-ə baxın. Azaltma dərəcəsində olan sifət. Dümağ çoxaltmadır. Ən böyük çoxaltmadır. Bu dəfə bişirdiyi alaçı. Alaçı nədir? Azaltmadır, variant C-dir. Nuray bugün olduqca gözəl. Olduqca gözəl çoxaltmadır. Ən çətin sual çoxaltmadır. Demək, götürəcəyik C variantı. 14-ə baxırıq. Düzəltmə sifət işlənməmişdir deyirsə, fikir veririk. A variantında toxumluq buğda. Necə buğda? Dostum ona görə xoşbəxt mürəkkəbdir. Dostum ona görə xoşbəxtdir ki, ona dəyər verməyinə laqeyddir. Amma laqeyd düzəltmədir. Pulsuzluq insanı bir gün, ağılsızlıq isə hər gün yoxsul edər. Burada yoxsul etmək mürəkkəb feildir. Düzdür, qıraq da yoxsul sifət kimi düzəltmədir. Amma burada sifət deyil. Adların üzərinə ol, et, elə əlavəliyini mürəkkəb feil yaratdı. Yəni, yoxsul edir burada mürəkkəb feildir. Özü ilə gətirdiyi sudan istifadə etmək olmur da, çünki çox qaynar idi. Burada da qaynamaqdan qaynardı. Əlində narıncı köynək var. Narıncdan narıncı yaratmısan, bunu düzəltməli. Deməli, nəticədə variantımız olacaq C variantı. Amonim kimi işlənə bilən düzəltmə sözlərə aid deyil. Biri var deyirsən ki, dövlətlər arası görüş başlandı. Nə? Biri var deyirsən ki, o uşaqla görüşmə. Nə etmə? Fil. Biri var döyüş başladı isim. Biri var nə et? Döyüş. Fil. Düzəltmə amonim. Buruq saç. Sifətli neft buruğu isimdir. Sınıq. Biri var ki, sınıq qab. Biri var ki, qolunda sınıq var idi. Nə var idi? Amma sancaq ya necə düzələcək? Diqqətli olun. Sancmaqdan sancaq isimdir. Kaş biz bayrağımızı ən yüksək zirvəyə sancaq. Arzu şəkli. A few moments later. Ne diyeyim? Yok, sancaq. Yok, daha bir de. Weeks later, many months later. Bir də var deyirsən ki, beli torpağa sancaq. Əmr şəkli. Nəticədə D variantı amonim deyil. Çünki qrammatik şəkilçidir axı. Gəldi üslubiyyət bölməsində. Demişdik ki, bədii üslub özünü 3 şəkildə göstərir. Şeir dili, nəsr dili, bir də dramaturgiya dili. Düzdürmü? Dramaturgiya dili də ibarəti nədən? Monoloqlardan və dialoqlardan. 17-də fərdi üslub haqqında deyilənlərdən biri doğrudur. Funksional üslubların hamısında fərdi üslubun xüsusiyyəti görünür. Rəsmi işgüzar üslubda görmürük ümumiyyətlə. Ədəbi dilinin normaları fərdi üslub üçün, bütün üslub üçün məcburidir. Bədii üslubdan fərqli olaraq fərdi üslubda demək olar ki, terminlərdən, dialekt sözlərdən istifadə edilmir.
Fərdi üslub yalnız ayrı-ayrı fərdlərə yox, ayrı-ayrı fərdlərə də aid ola bilər, müəyyən qrupa da aid ola bilər. Məsələn, Molla Nəsrəddinçilər, Füyuzatçılar. Fərdin dünya görüşü təfəkkürü ilə bağlı olur. Bu da doğrudur. Yəni Səməd Vurğun özü istədiyi kimi yazıb. Sonra ki, Cəfər Cabbarlı özü istədiyi kimi yazıb. Hər bir fərdin özünün dünya görüşü, təfəkkürü ilə bağlı olur. Bu isə doğrudur. Müxtəlif üslub nümayəndələri bir-biri ilə ünsiyyətə hansı üslubdan istifadə edirlər? Müəllim, həkim, fəhlə, mühəndis, evdar qadın, hamı gəlib hansı üslubda məişətdə danışırıq da yoldaşlar. Bəziləri yazmısınız publisistik. Danışmaq üçün televiziyaya çıxaq hökmə. Sonra bəziləri yazmısınız bədi. Onda gərək biz bir yerə toplaşmaq üçün əsərlərin içərisinə daxil olaq. Bu filmlərə çox baxırsınız ondandır. 19-a baxaq yaxşı. Deyir ki, konkret dil göstəricisi yoxdur. Bu siz bilirsiniz ki, məişət üslubudur. Ekspresivlik, dialektizmlərə təsadüf edilməsi hansı üslubdur? Bədii. Hər hansı bir şəxsin dünya görüşü burada yazılıbmış. Görürsünüzmü? Fərdi. Modal sözlər və mürəkkəb cümlələr də elmi. Deməli, məişət, bədii, fərdi, elmi. Elə A variantı imiş. 20-ci testə baxırıq. Cümlələrin birində bütün sözlərin yazılışı ilə tələffüzü fərqlənir. Qayıq getdikcə sahilə yaxınlaşırdı. Sahil fərqlənmədi. Gözəllik, ondu, dokuzu, dondu fərqləndi. B variantı. Ağac bar verəndə başını əyər fərqlənmədi. Örtülü bazar dostluğu pozar. Qalanı fərqlənmədi. Uşaqlar xəbəri təəccüblə qarşıladılar. Belə fərqlənməyənlər də var deyə. Variantımız oldu B variantı. 21. Hansı söz birləşməsinin birinci tərəfində cingiti samit var? Fonetik təhlil mövzusudur. Tələffüzə əsaslanasınız. Otaq mebeli, şəfəq saçma, çiçək, ətri, çünki əl sait olduğu üçün cingiti tələffüz edəcəksən. Papaq, kiçik. Məsələn, birinci tərəfində cingiti samit olacaq çiçək. Çünki sözün sonu ki ilə bitirsə, milli sözdürsə, özündən sonra sait gəlirsə, mütləq və mütləq onu cingiti samit kimi tələffüz edəcək. 22-ci testdə texniki problem var. 23-ə baxırın. Bir-birini görməyə gözü yox idi ifadəsini hansı ilə əvəz etmək olar? Bir-birini görməyə gözü yox idi. Deyəndə nə götürəcəksiniz? Zəhləsi gedirdi. Biri fərqli məna bildirir. Deməli, siz bilirsiniz ki, rişxənd, tənə, kinayə, istəyirsə bir növ lağdır. Təkəbbür nədir bəs? Lovğalıq. Deməli, variantımız olur. Burada da D variantı. Hansı sözün tələffüzünə əsasən həm isim, həm sifət kimi düşünmək olar? Biri var, baxın, dərdli insanlar. Bunu necə tələffüz edirsən? Dərdli insanlar. Biri var, deyirsən ki, bu ağır dərddir. Bunu necə tələffüz edirsən? Dərddir. Deməli, bu səbəbdən biri götürürsən. Biri var, deyirsən ki, günəş işıq saçdı. Tələffüz edirsən, saçdı. Bir də var, deyirsən ki, bu uzun saçdır. Tələffüz edirsən yenə də saçdı. Deməli, 4-ü də götürürsən. Deməli, yemlik biri var, bitki, yemlik. Bu isimdir. Biri də var ki, yemlik heyvan. Bu da sifət. Yəni, nəticədə həm isim, həm sifət kimi düşünmək olar deyirsən. Biri var deyirsən ki, yemlik bitki növü, bir də var yemlik heyvan. Götürdün 1, 4, 5'i. Onlarla ya olacaq say, ya da olacaq əvəzlik.
Sonra yaxşılıq onsuz da isimdir. Deməli götürəcəksən 1, 4, 5. 26. 26-ya diqqətli olun. Deməli, tələffüz edirsən yeganə. Tələffüz edirsən qaranlıq. İndi gəlin baxın. Deyir, səs uzanması və vurğu yanlışı soruşur. Ha, səs uzanması və vurğu eyni hecada deyil. Səs uzanması ikinci hecadadır. Zərfdə demişdi ki, vurğu anədə sona düşəcək. Deməli, bunu düz deyil. Qarşı olmayan samit birincidə n-dir. İkincidə qarşı olmayan samit l və n-dir. Nəticədə fikir doğrudur, amma ortaqda olmalıdır deyə yanlış çəkilir. Saitlərdən ikisi açıqdır və dodaqlanmayandır. İkisi açıqdır, üçü açıqdır. Burada da ki, ikisi açıqdır, dodaqlanmayandır. Yəni, birinə görə səhvdir, birinə görə düzdür. Ahəng qanunu gözlənilib deyirsə, doğrudur. 5-də deyir ki, Ğ samitinin kar qarşılığı iştirak etmişdir. Ğ-nın kar qarşılığı nədir? X. Bunu görürük ki, düzdür. Deməli, başa düşürük ki, bizdən şərtdə yanlışı istədiyi üçün götürəcək 2 və 3-ü. C variantı. 27-yə baxırıq, diqqətli olun bu testdə. Heç birinə aid deyil. Deyir ki, amonimlik təşkil edir. Amonimlik təşkil edən birdir. Biri var deyirsən ki, bir sən danışma ədat. Mən bir kitab aldığım say. Məzmunda çıxışı xal var. 5-də 3 məzmununda deyir. Biri var deyirsən ki, tortun 5-də 3-ünü mənə ver. Yəni 5-dən 3-ünü. 5 yerə böl 3-ünü mənə ver anlamında məzmununda çıxışı xal var. Tərkibində 2 qrammatik şəkilçi işlənir. Bu yoxdur. Çünki min saydılarla şəkilçidir. Sayın bəzi xüsusiyyətlərini itirib. Bu da görürsünüz ki, isimləşməyə aiddir. Axırıncılar bunu bacarmadılar. Özündən sonra gələn isim cəmdə işlənə bilər deyirsə, siz bilirsiniz ki, hansını götürə biləcək? Özündən sonra gələn isim, bu da minlərliyə aiddir. Bəli. Deməli, başa düşdük ki, hansı variantı yoxdur? C variantına nümunə yox. 28-də baxaq. 28 primitiv bir testidir. Diqqətli olun. İsim düzəldən hansı şəkilçi aşağıdakı bütün xüsusiyyəti özündə daşıyır. Həm məkan bildirsin, həm peşə bildirsin, həm mücərrəd isim yaratsın, lıq olacaq. Mücərrəd ismə yazırıq, məsələn, dostluq. Məkan bildirir, yazırıq çəmənlik. Peşəyə də yazırıq müəllimlik. Nəticədə variantımız olacaq Y variantı. 29-a baxırıq. Hansı cümlədə isim cəm şəkilsi qəbul etməsə də cümlədə cəmlik məzmunu var deyir. Siz bilirsiniz ki, ya toplu isim götürməlisiniz, ya da toplu ismə bənzər məzmunu verən bir isim götürməlisiniz. Burada sürülərin üzərində cəm şəkilsi var. Akif marketdən yeni dəftər aldı. Burada yoxdur məzmun. Bizim gənclər, ümumiyyətlə gənc sifətdir. Biz meşədən odun topladıq. Siz bilirsiniz ki, meşə toplu isim deyil. Lakin məzmununda cəmlik anlayışı var. Deməli, deyini götürürsünüz. Əli bəyin ilxılarının, burada da lar cəm şəkilsi var deyə götürməli. Variantımız oldu D variantı. 30-a baxırıq. Sadə sifət işlənməyib soruşur. A variantında igid sadə sifətdir. B variantında ac, hərəsindən birini deyirəm, sadə sifətdir. C variantında boş danışıq, sadə sifətdir. D variantında xoşgün, sadə sifətdir. Y variantında qaçan at özünə qızıl qamçı belə vurdurmaz. Burada qaçan feilin sifətdir, bilirsiniz. Qızıl da nədir? İsimdir, bunu da bilirsiniz. Deməli, burada da olacaq Y variantı. Nəticədə 30 testin izahı bura qədər yoldaşlar.